Dedizdirirəm, çünki bilmək olur, bəlli olur ki, necə yazan bir şairdir. Elnur Abbasovu dəvət edirəm, Deyilsin Gərək adlı bir şeir söyləyəcək. Elnur, yaşınız neçədir? 36. Hardan gəlmişsiniz? Mən Ağdam rayonunda doğulmuşam. İndi hal-hazırda məcburi köçkün kimi qədim Beyləqan torpağında yaşayıram, oradan gəlmişim. Bütün Ağdamlıları buradan salamlayırıq, Beyləqan cəmaatına da salamlar. Qardaş, buyur. Sanma köksümdəki daşdır, dəmirdir. Ürəyin qapısı döyülsün gərək. Sevinç də, kədər də haqdan əmirdir. Başımız Tanrıya əyilsin gərək. Haqqı, ədaləti əzib keçənin, özünə şərəfsiz yollar seçənin, kimsiyə vədəsiz kəfən biçənin bir gün öz əyninə geyilsin gərək. Xoş gündə dostunu aramayan kəs, kəsilən yaranı sarımayan kəs, bir gün xeyir şərə yaramayan kəs hər gün lənətlənib söyülsün gərək. Kəlmə var baş kəsər, dilini düyər. Yersiz danışarsan, işini əyər. Arxadan gələn daş topuğa dəyər. Elnur, söz yerində deyilsin gərək. Elnur, söz yerində deyilsin gərək. İndələ gəlirsə şeir yazmışsınız, Elnur? Hardasa bir var, 200. 200 şeiriniz var. Kitabınız çıxmayıb da? Xeyr. Aha. Mən gözləyirdim ki, bir kitab çıxardım, o da deyəsən sizin əlinizdən olacaq, inşallah. İnşallah qardaş, alqışlayaq. Biz də o fikirdəyik ki, gəlin əyləşin, biz də o fikirdəyik ki, köməklik göstərək, elə insanlar var ki, qələmi güclüdür, gözəl şeiriyyatı var, gözəl şeir yazmağı var və o imkan edə bilmir, biz ola üçün bax bu cürə imkanı yaradırıq. Hər bir kəs üst tuta bilər bizə. Xahiş edərdik nömrəmizi efirdə göstərək, canlı qaynar xəttə qoşula bilərsiniz. Şamil telefonlara cavab verəcək. Elə həftənin sabah 6 bazar günü biz